musiqi bu dəqiqədə mənim sıramdır, mən çıxıb oxuyacağım. Az gəlim gətirib dana, deyir köydə daha yemək pişirməyək, blögersən, deyir, leydisən, deyir, səni deyir, daha kafelərdə gəzdirəcəm, yeyək, içək, oturaq öydə. Çox sağ olasın. Hə, Bakıda ayağa başı gəlmişik. O kafe sən, bu kafe mən, bu kafe sən, o kafe mən. Gedəcək, yeyəcək, gəlib öydə də oturacaq. Maya любимый bloger. Su qoydum qaynamağa, xəncər bişirim. Gəlin dedi, az nə arıyırsan? Bəri gəl gedək kafeyə. Qurban olmaz gəlinə, gəldi. Yi, iç, otur, kef elə. Я по-азербайджански разговариваю, дорогая. Hündürdən mi danışırım? Hündürdən mi danışırım? Hə, bacı, sən oğlun arvad mı almaq istəyirsən? Bizim gəlinin başısını da sən alsan, bizlə beraber baxtafar olacaq. Elə yiyib çif-çef eləyirik gəlinin səbəbinə. Nağaraq. Hə, kef eləyirik bacı, hə. Var, bir başısı var. Sizə də lazımdır. Yığvalınız qarayasın. Ha, gəlibsiniz elə dedikodudan ötürü yanlıyırsınız. Az, qurban olmaz Gürcistanlılara. Allah haqqı Gürcistanlıların ayrı cürəyikdən, bizə ayrı cürəyik, vallahi. Allah, bunlar da bilir ki, mənim Sərdardan xoşum gəlir o. Biz də bura gəlsək hələ boy qalsın. Gələndə onun başlayacaq. Çox sağ ol, Nəzər. 2 dəqiqə yarım səs atdım. Harayı bəyənmirəm. Heç yardım düşünürəm. Xoş gününüz olsun. Gürcistanlıların hə, qırazam ölüm. Hə, oğlum işləyir. Pul qazanır deyil, daha gedib gəlib belə kef eləyirik. Pulu çox deyim, mən də əlirəm ki, xərcliyim. Yalanca Gürcistanlıların daşı tutsun kəpənin ortasına. Gürcistandan salam. Gəlim çəkiliş eləyir. Hə, barabar yol gəldik bəxlə. Restoran ayma yerini görəm. Restoran Xırdalanda yerləşir, bir də qara yerdə. Sizin ünvan nədir? Onu da deməyəcəyim. Qızlar həqiqətən çox gözəldir, çox gözəldir. Belə gözəl xəngəl vermişdi, Allah haqqı hamısını yiyəcəkdim, gəl çəki yığacam deyil. Dedim, az bir belə nə pişirirsiniz bunu, bir seni elə gözəl, maşallah. Üstü ətli özü də, mən birinci dəfə belə daddı, hoşuma gəldi, bundan sonra daha mən dəddiyim. Az deyim, gəl ilə sən də yanında işte. Я тоже Здравствуйте, моя дорогая. Мы пришли в кафе, грузинский хингал, очень вкусно, обожественное. Hə, kişi çox bağırdı, budrana hə, oturubdu beçərə. Ürək göstərsən canın. Aynur'un işi yazacaqlar. Hə, yaxşı. Burada papalıqlar, verirlər, papalıqlardan yazır. Yaxşı, tağ eləyəcək, görəcəklər. Hə, səhifəsi yoxdur axı. 2000 səhifə var az. Tağ eləyəcəm, baxarsınız. İnan Allaha elə dadlıdır, vallahi billahi belə. Ət xəncəlinin dadından doya bilmirəm. Digər landıra qalmış, səki yığacam deyə qalmışam belə. Hala buyurun. Gürcü xəncəli. Aleyküm. Belə. Belə bunu torsan belə. Çekirgi? Ha. Çox sağ ol Günel. Gəlinim çox yaxşıdır, şükür. Məşğul idim. Salam siz haradasınız, biz sizi Ha, ne oldu? Şeydi, pul göndermiş.
Mən dedim ki, bu da. Xoş gününüz olsun. Gəncədə deyiləm, Bakıdayam. Bakıda bu dəqiqə Xırdalanda Saraçlı xəngəl elə gözəldir, elə dadlıdır. Allah hamd olsun. Çox xoş enerji ötürürsünüz. Çox sağ olun. Mən qarışmıram, amma müəllim mənə dedi ki, sən iyi deyirsən. Qubadan salam. Aleykümsə. Qubaya gələcəm əzizlərim. Ünvanını göstərəcəm əzizlərim. Amma həqiqətən bu badımcan salatı var. Sonra belə qabda qəşəng yeməkləri var, isti. Elektriklikdə salat. Elə qəşəng dadlıdır, elə dadlıdır. Ay Allah, elə dadlıdır. Hər şeyləri. Halal olsun, vallahi halal olsun. Dadlıqlar mən bundan yemədim. Aypa yedi deyir, o qədər dadlıdır. Yoxlayayım mı? Mən dedim, sən pulsuzdur. Onu özün dedin. O mənim maratonum. Sən mənimlə danışıram. O nə deyir, onu göndərərsən. Mən sən buradan indi deyim belə, elə heç mən deməyim heç. Çamadanın biri qaldı öydə. Xoş gəlmişsiniz, çox sağ olun. Elimdə o 50 maraton gözünü istədim. Mən dedim, pulsuz bıraxdırırlar. Sən dedim, gəl verə bilmirəm. Gəldi verədim, pulsuz doşaq bıraxdırırlar. İnanın Allaha mənim xoşuma gəldi. Vallahi billahi evdə pişən xəngəldən heç bir fərqi yoxdur. Mənlə danışdım. Bunu nətər duplet eləmək olur Sara? Buraya yerləşdirmək. Sabitləmək istəyirsən. Hə, gəl görün. Bu da canımda yazıqlar. Mesaj yazmışdı, hə? Hə. Gözlə. Bir dəqiqə 3 nöqtəyə basın. Yox. Aşağımız deyil. Burada görünür. Necəsiniz? Tam olaraq bilmirəm. Mən də Aynurdan soruşub gəlirəm. Bu inqilaba yığmışdım bu buğaltera. Deyir sabah hazır olacaq Azərbaycan. Gəlin bacı budur burada. Bu yatırımcılar üçün. Niyə getmirəm hə? Sonra da deyir ingilis dillə tərcümə edəcəm, amma deyir görüm nə tər edəcəm də. Yəni ki, tərcüməsi yox. Spasibo, dорогая. Очень Bir вкусно. də Rizvan özü mənə girmişdi. Dedim yanıma salın da 5 gündən sonra. Deyir yox qadın alın, mən elə deməmişəm. Səbirli olun, bu qapsatılsın verəcəm belə elə. Bakıdayam canım. Hə. Mən yığıb deyir ki, səbirli olun, mən elə bir şey deməmişəm. Deməmişdim ki, 5 gündən sonra verəcəm, səni öldürürəm. Xoş gününüz olsun. Ya. Heç nə bax. Sağ olun əzizlərim. Göz haqqınızı halal eləyin. Ya. Sadəcə sizə demək istədiyim odur ki, həqiqətən gözəldir. Yox, hələ bir xəbər yoxdur. Xırdalanda yerləşir. İnanın, nə vaxt istəsəniz gəlin. Oturun, gözəl ailəvi. Çox gözəl xidmətləri də çox gözəldir. Səliqə, sahman. Həqiqətən. Borçalı xəngəl, Gürcü xəngəli var, xəngəllisi var, ora gəlmişik. Sağ olun. Bakıdayıq əzizim. Maşallah sizə. Dayını göstərim. Aha, dayı oturub orada sakitcənə. Xırdalanda tağ eləcəm əzizlərim. Göstər orada qısal nətər eləmək lazım. Üstündən basıb şey. Bir də yazsınlar. Üstündən basıb şey. Bir dəqiqə. Baxın bir dəqiqə deyəlim. Anam o qədər arzuludur hər şey. Buradadır, buradadır. Basıb tutmalı. Şəhsiz gəlin. Bəlkə bunun üstündən basmalısan Sarıçqam. Yox, bu ona fikir bildirir. Hə. Yox, gözlə. Yenə basınız. Yuxarıda. Burada ola bilər hansı yazılır.
Yox, basın belə. Üstündən basıb tutmalısınız. Basıb O moderatordur qızım. Gəl elə də. ver mənə mən istəməm. Hansıdır? Burada bax. Bu tarafı. Hə. Oldu mu? Baxın əzlərim, bax burada yerləşir bu Xırdalanda, həqiqətən gerçəkdən dadlıdır. Bakıdayım əz, я вас обожаю, спасибо, Пончик. Добрый вечер, Ламара моя дорогая. Сейчас я вот в кафе нахожусь, грузинский хангал, покушала очень вкусно. Bakıya oğlumun yanına, vətənimə gəlmişəm. Nə əcəb deyəndə canım ürəyimdə Azərbaycan mənim. Niyə gəlməyim? Gürcüstan, Azərbaycan bizim ürəyimizdir. Ən birinci yerdə Azərbaycan. Kim? Gəlin. Erkən tıkla. Ekran tıklayın əzlərim, Aynur oradadır. Ekranı bəyən eləyin, canlıyı paylaşın və hamıya göstərin ki, hardadır bu gözəl məkan, harda yerləşir. Ailəvi, uşaqla gələ bilərsiniz. Çox gözəl yeməkləri, yəni söz ola bilməz. Çox dadlı. Elə bil öydəcə pişiribsən, Allah haqqı. Sağ olsun, gəlin. Dedi ki, öz də mənə yavaş-yavaş ayma demək istəyir. Nəsə hiss edirəm ki, nə? Görür ki, Aynur ayma deyibdi. Ana, bu da istəyir bəyəklər deyir, ayma deyir, amma sən ay xala deyirdin, nə oldu? Kaynana gəlin, Sədaya gəlin, kafeyə gəlin, xəngəl yeməyə. Qızım öydən asıyorsun Ursetdə. Ne oldu? Şey oradadır. Sabitlediğimiz qalıb mı orada? Getdi. Yeni eləmək lazım. Yenidən yenə yazın. Sabitleyin. O səhvədən yenə yazsınlar. O niye çıktı oradan? Orada Durur mu? Yoktu, görmüş. Üstüne basıldığınız da kripit çıkıyor. Okey, elə belə değerlensin arada. Ayıbı yok, sonra aha, yazdılar indi. Ha, indi çıxdı o. Əzlərim, ekran bəyənin. Bir də hədiyyələr atından, Allah'ın bir ki daşından, ağacından. Vəliyev, çox sağ ol. Hə, Bakıya gəlmişik ölüm. Vaxtı bitir, niyə? Gəlindən yaxşı, maşallah, maşallah. Gəlinim, maşallah, gözəl, göyçək, ağıllı, mədəni, tərbiyəli. Nağayrasıyıq, gəlin də bir öyün qızı, gözəl xanımıdır dana, gəlibdir, düşübdür, qoy ağ gün görsün dana. Aynur hədiyələr atır. Çox ola, yetimcə, çox sağ ol. Əzlərim, Aynur buradadır, ekranı bəyən eləyin, bu dəqiqə çır-çır çığıracaq. Ay, sən də kül təpənə düşsün, sən ilacından öl. Hə, yazıq. Gəlini görmək, paylaşım eləmişəm axı. Gəlin o qədər videolarda var, keç bax. Hə. Baxın əzlərim, gələn, girən, oturub yiyən, sakitcənə, elə geçəkdir ki, çox gözəldir. Özdə hər şeyləri belə Gürcüstan stil eləyiblər. Aynuru qoşaq, Qəbələdən sizlərə salam, əleykümə salam. O tərəflərə də gəlmək fikrim var əzlərim, Qəbələ, Quba, ömrüm. Uğurun, çox sağ ol, təşəkkür ederim. Olmuş, olubsuz, həqiqətən, vallahi billahi çox gözəldir. Hə, çox sağ olurəm, təşəkkür edirəm, var olun. Xaçmaza gəlin, inşallah. Bura Xırdalanda yerləşir əzlərim.
Qoymuşdum səhvəni. Sayılı uşaq xəstəxanası var. Bir sayılı uşaq xəstəxanasının yanında əzdərim. Nə xəstədə baxımdan Aynuru. Gəncədən salamlar. Sizin evin yanıdır. Çox sağ ol əzizim. Var olsun. Restoranda o qədər yemək qoyublar. Onun hamısını yeyib qutara bilsəydik yaxşı olardı. Hələ bir sizə qonaq gələk. Sahil çox sağ ol. Gürcistanın harasındansınız? Dimanis rayonu. Bir sayılı olsa mən isə həm də uşaq xəstəxanası var. Hə. Pula ekonomiya elədik ona. Qızıl gümüş, az qızıldan zaddan verdi ana. Görürsən ki, eləyənmədik. Bənəyə soruşursan. Zaqatalı az nə bilim, indi düşə şəhər gəzəkmi? Gəlmişik vətənə dana. Qoşul da. Gəlinim yox, Azərbaycanda, Bakıdadır. Qəlbi gözəl, xeyir ola. Elə belə gəlmişəm əzizlərim oğlumun yanına, həm də vətənə gəlmişəm. Dana ilə buzun üstündə qalmışıq. Qoy bir gələk ayağımız torpağa dəysin dana. Hə, Ulyanovskada qalsın. Tovuzdan salam əleykum. Allah haqqı. Mən heç üstü ətli xəncəl yeməmişdim. Burada belə bizim xəncəlin üstü ət qovuruğu ilə eləyirlər. Elə qəşəng dadlı, elə xoşuma gəldi. Daha mən də eləyəcəm. Samirə çox sağ ol. Добрый вечер. Gedə bilmirsən, inşallah gələsən. İnşallah qismət olsun. Nədə yetimcə? Cəmaatın yuxusu gəldi, mənim danışsam bir. Özün danış, odur. Hani cəmaat yatıb 1,7 adam var. Dünənləri gəlib pişirən yeməklərdə nətər yedin? Alo. Biz qatıq sarımsaqla, qurutla, bir də yağ soğan. Ay ana, gəlin üzünə nətər baxdı gəlin. Çalası yaxşı sənlikdir. Gəlin məni bu da kafeyə gətirib yemək. Sizindən öpdümü görüşəndə, yoxsa eləcə dedi, xoş gəlibsən. Öz əlindən öpdü. Oy, hə, pişirdiyi yeməklərin dadı duzu var idi mi? Hə. Yaxşı onda. Ürəyin yerdə. Dedim görüm anama nətər qarşılayıb. Ay Nur, yerə məlum. Göstər görüm nə yiyirsən. Dədəmi niyə göstərmirsən canlıda? Xəncəl həqiqətən elə dadlı buna var. Turşuları, mənim sevdiyim badımcan salatı, sənin sevdiyin ətli yeməyi, diyet yandıra qalsın, diyeta çıxardanıb dədəbə-dədəsinə nəqlət gəlsin. Sən telefonun Sariyə ver, sana səni zaxdan çəksin və sonra oxusun, sən də cavab ver cəmaata. Həm də yerəkdən göstər. Aya, biri də ciyarı dağılıb çoğulun zaks olub, hə, ürəyin yerinə düşsün. Allah! Ağza yığalın qararlı, az zaksın mahaydı, görürsən, xəncəldən gedir söhbət. Eşdirsən məni? Hə. Deyirəm sana uzaqdan çəksin, sən də həm ye, həm də danış cəmaata. Yedim çırılacam yeməkdən nə qədər yiyim. Baxın bir kilim canlıya. Yavaş az hardan fırlanır? Fırra duruyor. Sən əlində tut, oxu. Kameranızı fırlayın. Kameram fırlayın. Allah, mənim gəlinim də məndən betər heç tat bilmir. Yox. Fırya bilmirəm axı Aynur. Bunlar kameram fırlamaq istəyirsən. Kameram fırlayın sana. Var burada kameram. Bunu canlı açmamışdan qabaq fırlanır. Aha.
hazırladım. İndi Sarıya ver oxusun, mənə göstərsin. Ne yoksa? Yazılanları oxusun. Cavab versin də, xalq soruşur ki, zaksı varmı, niyə lan toy eləmədiniz? Gəldini göstər. Salam verirlər. Salam əzizlərim. Baxın əzizlərim, gəlmişik şeyə, Sarasına restoranına. Xırdalanda yerləşir bir növ. Kapital Bankın arxasında belə yeməklər verirlər. Belə gözəl gürcü xəncərləri inanın çox dadlıdır. Qızarmışı yedik qutardıq, yeməkdəydi. Bütününü yedik qutardıq. Bu salatları da həqiqətən dadlıdır. Bu da mənim sevdiyim badımcan salatdır. Belə bizim Gürcüstan xəncəli də verirlər, yayma xəncəl. Üstü ətli zadlı, çox dadlıydı. Vüsal hamısını yedi, mən yemədim. Niyə? Çünki çəki ala bilərəm. Turşular da ev turşularından da dadlı. Bərdədən salam deyirlər sizə. Əleyhmə salam. Elə bil ki, bilirlər, Pazakaz mənə də Sərdar Ötəcək. Çox gözəl əzizlərim. Qarabağdan salam deyirlər. Aleyküm salam. Oxu da yazılanları oxu da. Cavab ver bana, bana gəl. Sevilirsiniz. Deyir ki, üzüm ətbəri çox dadlıdır. Nuş olsun sizə. Yeməkləri də heç bir fərqi yoxdur. Elə Gürcüstandayım. Ama soruşurlar ki, harada tanış olmuş. Sen de yine polisi. Yolun qıra, burdaja. Xəncəl yeməyə gəliblərmiş. Demək, oğlum bu masada oturubmuş, gəlin o bir masada. Birdən oğlum elə bil ki, biraz özünə paramayıb. Çəngəlif belə şeyə, darilkiyə vuranda çəngəl sürçüb əlindən gedib qızın stolun altına düşüb. Bu da yürü və əlif çəngəl götürmək istədi. Qız dayağıyla, təpi ilə çəngəli bərdən anqır vurub. Onun üstə dalaşıblar, xəncəllə bir-birinə tulamazda atıblar. Elə o xəncəl, bu xəncəl azara düşdük, xəncəl oldu, gəlin. Dalaşıblar, sonra da bəyəniblər bir-birini. İş getdi, uzandı, o ana kimi getdi. Hay-həri, axırı barışma, görüşmə. Bir də baxdıq ki, az nəyəxcə qızdır, çəkdiyi aldıq gəncərin əlindən. Az oğlanla qızın xəncəl oldu, əncəl bir Allah sana kömək olsun. Harada tanış olursunuz abala siz? Harada tanış olursanız mənim oğlumla? Qoy özləri desin. Aha, mikrofonu gətir. Aha. Gəncədə. Niyə? Mikrofona tanış. Gəncədə tanış olmuşuq. İlk danışığımız da elə telefonda olub. Sonra da bir müddətdən sonra realda görüb tanış olmuşuq da. Rahatlaşdınızmı? Bu saat neçədir? Yox. Gecdir. Yox, gecdir. Canım saram, Gəncə. Yox, hələ burada şeydir. Sen Gəlinimlə oğlum Bakıda yaşayırlar, şükür Allah. Ürəyiniz rahatlaşdı mı? Ürəyiniz yerinə düşdü mü? Arxayan ola bilərikmi? Daha ki, harada tanış olublar? Xaçapuri, hə, çox gözəl xaçapuriləri. Hər şey. bir yazıb ki, gəliniz harada yaşır, denir evdə. Gəlinim mi? Məni kimi kuxnadaja. Denən baxa dəqiq desəm mənzildə. Öydə yaşayırlar, Allah and olsun. Xoş sözlərə ben teşekkür ederim. Teşekkürler. Biz de sizleri sevirik. Orada yazırlar ki, sevilirsiniz. Hə, görürsünüz məzlərim. Oğlum deyir ki, biz də mamanın izləyicilərini çox istəyirik. Gəlinim deyir, təşəkkür eləyirəm. Allah razı olsun. Oxuyuruq hamısını. Hə, izləyirlər. Əzizlərim, ekranı bəyən eləyirsiniz, canlıyı paylaşırsınız
və bu kafedə gəlib xəncəl yeyib xaçapuri yeməyi unutmayın. Əsasda xəncəl. Xəncəl Aypa o qədər Aypa nələ xoş gəldi xəncəldən. Allah qızarmış xəncəlin hamısını yedi. Ət xəncəlini də çox yeyə bilmədik çünki çox yemiş. Я леди, бизнес-леди. Sınaxa мне так зовет. Aypa'nı da sevənlər var. Niyə yoxdur? Nə olmaz? Mən bərdir bir baxım sana. Nə olmaz? Maşallah. Elə bilirsən ki, Mahsum Kırmızı Göl'dür. Salam axşamın. Sakit. Oğlum sakit oxşuyur. Allaha şükür ata mərifətdir, ana mərifətdir. Ondan nətər uşaq çıxası idi, belə tərbiyəli, ağıllı, mərifətdir. Nə olub az? Hə? Qaldır, qaldır. Gözlə kamera. Göz dəyər, qaldır. Bax, nəzdir, həqiqətən çox gözəldir. Yəni, buralar da çox gözəldir. Hə? Çox gözəl aurası var buranın. Sən etsin. Askirdan, ay Nikoş, sən də aman nerdən? Görürsən ki, xəncəldən gedir söhbət. Neveska Alina moya dорогая, нет moya хорошая. Restoran çox gözəldir, əzizlərim. Nə bankın arxasıdır? Kapital Bankın arxasıdır, bir də uşaq xəstəxanasının yanıdır. Ünvanı göstərəcəm, əzizlərim. Baxarsınız. Karina moya dорогая. Gəlini göstərəm verirəm, tanır. Ekran tez-tez bəyanı göstərəcəm, niyə göstərmirəm? Nə olmaz gəlin, maşallah, elə bir ay parçası. Bir dənə yoka verərlər. Belə qoyalım. Hə? Yox, nə oldu? Kimi çəksin? Orada götürüyor. Belə? Oradayım. Hə, yemək yiyəcəm. Hə, yaxşı. Tamam, yemək yiyəcəm, özüm bəhanə axtarım. Hə? Yaxşı. Ekran tez-tez bəyənindən, ha? Çox. İnanın, salat o qədər xoşuma gəlir. Hələ mən... Hə, qoy orada. Bu qədər şeylərə... Əzlərim, ekran tez-tez bəyənməyi xahiş edirəm. Bu qədər adam var, izləyici, çox xahiş. Ekran durmadan belə çıxır. Elə deyil. Deyir ki, bayaqın kimi mən çəkmiş olacaq. Hə, Aynur deyir ki, çəksin, belə çəkinə. Bax, yeni şeirlərim gələcək, yeni kliplərim gələcək. Tez-tez ekranı bəyən eləyim, durmadan. Hə, gözləyirəm, görüm kimdə ekranı vuran. Hələ bilmirəm canım. İnşallah Allah qismət eləsin. Mən də hamıdan çox, daha çox mən istəyirəm. Həm yazır, gəlini göstər. Göstərəm az səni. Dedənə niyə göstərməyim? Denən tanıyıram da. Tanıram, yox. Tanır, az tanır. Bakıda, hə, öz evimizdir şükür Allah. Oğlumun evidir. Hə. Nə vaxt gəlirsin? Gəlmişəm, Bakıdayam, əzizlərim. Görmürsünüz, Xırdalandayam. Qəşəng xəncələ yeməyə gəlmişik Saraçlı restoranına. Amma yəni buraya gələn adam başqa yerə getməz daha. Hə, Allah razı olsun. Hə, düz deyirsən, ölüm düz deyirsən. Qaynata sağlıq, can sağ olsun. İndi bilmirəm, Saranın kimi alıb, yoxsa bizim uşağın kimi, özümüz də bilmirik. Elə öyüydü, qapı açdıq, səhər girdik, ya Allah, dururuq oradaca. Mədən ailəsiniz, çox sağ olun. Bakıya dünən gecə saat 2-də indi, samalyot gəldik. Aynur yox. Oğlum,
Harda işdir sənə bala? Proqramist oğlum əzlərim. Nə deyirlər ona heç özüm də bilmirəm. Nə? Gizlidir deyirəm. Gizlidir, məxvidir. Bloger oğludur. Var ev xanımı, denən ki, ev kişisi. Ev kişisi döydə oturur. Gəlim də buradadır, oğlum da buradadır. Hamımız buradayıq. Oğlan toyu sağ verilir. 4 aydır toyu olur. Hələ də oğlan toyu sağ verilir. Hə. Denən gizli olub da, gizli olub. Onu da gizləri. Rusiyyətdə. Biri yazıb, deyirəm bloger oğludur, yazır ki, bloger oğlu. Ben ne deyim nədir? Biri deyir ki, filan kəsin oğluyam, biri deyir filan kəsin. Mənim oğlumdan soruşanda da kimsən? Deyir ki, blogerin oğluyam. Ha, o Ejbar maklerdir deyəsən, Ejbar soruşur öz evinizdir, Rusiyada. Nasıl? Biri var, orada yazır, öz eviniz. Bursətdə də öz evimizdir, burada da öz evimizdir. İndi otmu? İndi pulu hesablayır ki, neçə otaqdır? Ay Yusuf, səni gəlib şapalaqlayacağım, səni yetim qal, ekran tıklayır. Mən Gürcüstanlıyam, bilmirsən, ama yetimdir. Bizim hər adımızı bilirlər, elədir. Aypa da buradadır, Ayma da buradadır. Ay yetimçə yoxdur, Ayqa buradadır, bir də Ay gəlin. İnşallah nəvələrimiz də olanda nəvələr də. Demək, indi 4 nəfərik. İnşallah gələn il 5 olaq, o bir il 6 olaq, o bir il 7 olaq. Özü mən həmişə Allahdan istəmişəm ki, oğlumun 4 uşağı olsun, 2 qızı, 2 oğlu. Aypa getdi, qaçdı. Necə oldu kişi tutar ya? Bilirəm. Deyir orada xəncəl yiyəcəm istisid qazandan. Gedib ki, gedim görüm xəncəl pişiriblər ölcəməyə yedim. Amin, amin, inşallah. Nə deyir orada biri? Rusiyyətdə nə? Mada deyir. Madan deyir, çıxmırsın. Yazırlar ki, niyə kuxunada? Axır ki, spalnımızı gördülər, rahatlaşdılar. Bu günü? O günü çəkiliş elib paylaşmamışam. Əzərim ekranı bəyən eləyin, canlıyı paylaşın. Sənən çox sağ ol. Gəlinimi göstərdim, nəyə göstərim az. Durmadan canlıyı belə göndərin, bir də tıklayın. Gəldi, yox, gəldi, rüyəm. Yox, ay Nikoş, itmədi Allah, bu itən kişidir. Amma bir gün sabah mən yatıb qalmışdım, qalıqdım ki, gedir, gəlir, anlayanmadım, har gedir, hardan gəlir. Sonra soruşdum ki, ay hardaydın? Anketim boş qalmış, dedi, saçımı vurdurmağa etmişdim. Da bilmirəm, niyə 5 dəfə getdi, gəldi. Padiyeza zada tək buraxamıram, qorxuram. Bakıyı gəzməyə, vətənə, canım vətənmə. Ben gönderdim. Əzlərim ekran durmadan baldızınız var. Hə ki baldızım var. Baldız deyirəm sizə maşallah. Allah bəd gözdən bəd nəzərdən saxlasın. Başal oylu zəng elif kağız bizə gəlin. Eşidiblər kafə gəlmişik deyiblər ki niyə bizə gəlməyibsiniz? İndi duraq oraya edək. Oradan oraya səmə əzəcik. Artıq bunun bəyəxliyini soymuşdur. İyi olmuyor, istədim. Ha, yaxşı. Hə, yaxşı. Hə, durmayın, tez eləyin. Nənənin yanına təzə gedib gəlmişik da, nəyə gedək, nənənin yanında nə var? Qoysan bir gəlini gərəm, birdim eləyəm da, ha? Yumuşaq olur, amma bu belə tutulur. Hə, mən bunu xoşlayıram, əsl budur. Badimcan salatı var əzlərim, belə xırt salat eləyirlər. Hə, xoşuma gəlir. Bax, gəlin deyir ki, mən başqa yerdə yemişdim, belə deyil idi. Deyir, buna gözəldir xırt. Aferin, əllərinə sağlıq. Halal olsun sizə Saraçlı restoranı. Həqiqətən çox gözəl, hər şey möhtəşəmdir, həqiqətən gözəldir. Bax, sözümü tutdum ha. Sizin qohumlardan qız almışıq. Kimdir az? Kimin qızını alıbsan məndən soruşmamış? Az bər bax, kimin qızı da az? Məndən soruş, bəlkə birdən çatışmayan cəhəti var, mən sana xabarıyım. De görüm kimdir? Hə, gəlin tək qalmışdı. Dedim birdən darxar, gəlim biraz qaynanəli eləyim.
Gün sabahdan elə içərən ağarsın, əlində dəsmal oraya silir, buraya silir, ayaqqabının altına kimi yüdü. Mən də çığırdım ki, ayaqqabının altına nə şey. Az dişimi düzəltdirməyə gəlmişəm, dana yavaşın bir Biri yazıb ki, bağlayırsınız, 200 minə satdı, həm də. Yox, bağlamıram axı, haraya bağlayıram? Kişi budur ana, bu mənim kişim, bu da maşallah oğlum, o da gəlinim, aha. Şükür Allaha çox şükür, yaxşı olsun, yaxşı. Olsun, Allah hamının oğlunu, qızını xoşbəxt eləsin. Gecəniz xeyrə qalsın mənim əzizlərim. Allaha əmanət olun. Saraçılı restoranda, Xırdalanda yerləşən Saraçılı restoranına gəlməyi unutmayın. Həqiqətən peşman olmarsınız. Mən çox məmnun qaldım. Allah həmişə ruzi bərəkətlərini versin. Süfrəniz dolu olsun, cibiniz dolu olsun. Gəlin Saraçılı restoranında yeyin, için keyf eləyin əzizlərim. Sağlıqla qalın.